Hamıya salam. Deməli, bugün biz baxırıq nəyə? 2024-ün MİQ suallarına. Amma burada başlığa fikir verin, qeyd eləmişəm ki, bir dənə 12-yə kimi sualları özümdən əlavə eləmişəm. Çünki hamısı əlimizdə yox idi təbii ki. Və 40 dənə sual olsun deyə özümdən də əlavə elədim. 13-dən sonrakılar ulduzlu suallardır. O ulduzlular birinci, yəni imtahana düşəndir və ya imtahana düşən suallar maksimum oxşarıdır. Və bir də onu qeyd edeyim ki, o imtahan suallarının əksəriyyəti sadəcə sual və cavab variantı şəklində idi. Ona görə də variantların əksəriyyətini özümdən əlavə eləmişəm və bir qədər dəyişdirmişəm daha maraqlı olsun deyə. Ona görə də bax bu yazdığınız sınaq əslində keçənki imtahandan biraz daha çətin görünə bilər gözünüzə. Yəni real imtahan bundan daha asan idi. Getdik. Birinci sualda düzgünləri seçməliyik. 3-lə 5 düzgündür. 3-ə baxırıq. A few petrol stations. Əgər söz birləşməsində sözünü yoxdursa, sadəcə bir-birinə yəni yanaşma şəklində birləşmədirsə, onda sonuncu ismə görə uzlaşma veririk. Stations cəmdir. A few cəmlə işlənir və 5. Too many foreign magazines. Burada da magazines cəmdədir. Main ilə də işlənə bilər. To da main ilə birləşir. O birlərdə problem nədir? Birincidə a few glasses windows lazım deyil. Burada glass windows olmalıdır. Çünki glass burada materialı bildirir. Materialı bildirəndə də Salmen isim kimi işlənir də. Glass windows, yəni şüşədən olan pəncərə. İkincidə such a little cabbage soup. Such a little və such a few, yəni kəmiyyət sözləri kimi birləşmir. Kəmiyyətlərin içində such birləşir a lot of-la. A little və a few ilə kəmiyyət kimi birləşmir. A little ola bilərdi əgər little balaca mənasında olsaydı, yəni small-ın sinonim kimi işləsəndi, o da ki, sayılan isimlə birləşməlidir ki, balaca mənasını versin. Burada sayılan isimdir, deməli balaca mənasında deyil. Və so much colorful stamps, burada stamps cəmdir, so much ilə birləşə bilməyəcək. İkinci sualda səhv kompleks obyektlər seçməliyik. Fikir verin, sualın quruluşuna incorrectləri seçməliyik. Incorrectlər 1 ilə 5-dir. 1-ə baxırıq. The teacher asked the students to be observed the experiment carefully. To observe olmalıdır. To be observed infinitivin passividir. Amma burada the experiment obyekti var. Obyekt olan yerdə passiv olmamalıdır. Yəni bu cümlə belə olmalıydı. To observe. Yaxşımı? Ask onsuzdur, 3-cü qrupda to ilə işlənir. Yəni burada problem to'nun olması deyil. Burada problem bu to'nun infinitivin passivdə işlənməsidir. Yəni to observe yox, to be observed yox, sadəcə to observe olmalıydı. Yəni bax bu passiv strukturu olmamalıydı. Və 5-cidə də problemə baxaq. He saw the dog being chasing a squirrel. Burada da being chasing yanlış işlənibdir. Belə ki, burada being artıqdır. Burada belə olsaydı düz olardı ki, he saw the dog chasing a squirrel. Yaxşımı? Yəni being burada to be feili artıq gəlibdir. O belə ola bilərdi ki, məsələn, passive olsaydı being chased. Bir üstəgəl participle to olsaydı, onda deyərdik ki, bu passive formada işlənmiş participle'dır. Burada indi passive onsuz da bizə lazım deyil. Çünki chase feilindən sonra squirrel obyekti var. Obyekt olan yerdə passive verballar işlənmir. Digər cümlələr doğrudur. 2-yə baxırıq. He watched her pack her suitcase. Deməli, burada watch ikinci qrup feildir. Her obyekti. Pack isə diqqətli olun, pack isim kimi də işlənir, feil kimi də işlənir. To pack, yəni yığmaqdır da. Burada yığmaq feilinin bare infinitividir. İkinci qrupdan sonra bare infinitiv gələ bilər axı. Watched her pack və ya ing də ola bilərdi. Watched her packing. Yaxşımı? Yəni bu pack burada isim deyil. Bu bare infinitivdir və ikinci qrupdan sonra bare infinitiv ola bilər. Üçüncüyə baxırıq. He asked the wrapper to be printed. Deməli, ask özündən sonra to infinitiv tələb eləyir. Və buradakı to infinitiv hansı formadadır? To be printed. Passive formadadır. Niyə passive qoyur? Çünki wrapper özü-özünü print eləmir, onu kimsə print eləyir. Deməli, obyektdən sonra qoyacağımız infinitiv və ya participle-ın aktiv və ya passivdə olması nədən asılıdır?
o obyekt hərəkəti özü eləyir, yoxsa özü etmir. Əgər özü eləyirsə, infinitivi və ya participle aktiv formada qoyuruq. Yox, əgər özü etmirsə, başqası edirsə, onda həmin verbalları passivdə qoyuruq. Dördüncüdə, they watched the room to be cleaned. Burada watched yox, wanted. Want üçüncü qrup feildir, özündən sonra to tələb edir. Və burada da to işlənibdir, amma to infinitiv nə formadadır? To be cleaned passive formadadır. Niyə? Çünki otaq öz-özünü təmizləmir, ona kimsə təmizləyir. Və beləliklə to infinitivi passivdə qoyuruq. Deməli, 2, 3, 4 düz oldu, səhvlər 1, 5-dir. Üçüncü suala baxırıq, düzgün sual cümləsi seçməliyik və A variantı burada doğrudur. Who do you believe is responsible for organizing the entire event so flawlessly? Burada indi ikinci dərəcəli özülər çoxdur. Burada əsas məsələ nədir? Who do you believe? Who do you believe? Deməli, who sual sözüdür, do köməkçidir, you mübtədadır, believe əsas feildir. Yəni, sual quruluşu həmin sual düsturuna uyğun gəldi. Yəni, A variantında heç bir problem yoxdur. Burada da ki, who is responsible, yəni ki, kim məsuliyyət daşıyır. You believe baş cümlədir deyə, you mübtədasına köməkçi gəlməlidir. Do gəlir you-dan əvvələ. O birilərdə problem nədir? B variantı belə oxuyanda adama xoş gəlir. Elə bilirsən ki, düzdür. Çünki burada who sual sözüdür və sual sözü elə cümlənin mübtədasıdır və ondan birbaşa sonra xəbər gəlibdir. Who mübtəda kimi işlənəndə və xəbərdir birbaşa özünə sonra gələndə köməkçiyə ehtiyac olmur. Məsələn, who did invite səhvdir. Who invited düzdür. Amma əgər bu cür sual cümlələri and-lə birləşirsə, yəni ki, and-lə birləşmiş sual cümlələr şəklində olursa, and də tabisizlik bağlayıcısıdır axı. Bu cür tabisiz şəkildə birləşəndə sağ tərəfində, sol tərəfində quruluşu ayrı-ayrı sual quruluşu olmalıdır. Yəni, who invited bu öz aləmində sual cümləsidir. And və and-dən sonra why artıq orada da sual quruluşu yaranmalıdır. Why did they choose you? Did gələndə choose öz köhnə vəziyyətinə qayıtmalıdır da, qoşa o olmalıdır. Why did they choose you olmalıdır. Yaxşı, iki dənə sual cümləsini and-lə birləşəndə hərəsinin ayrı-ayrılıqda sual quruluşu olmalıdır. Yəni, bu baş budaq deyil ki, deyək ki, başda sual yaradırıq, budağa əl vurmuruq. Yox, bu baş budaq deyil. Bu iki dənə müstəqil sual cümləsinin and-lə birləşməsidir. İndi C variantına baxın. C variantında artıq baş budaq məsələsi var. Çünki zət burada budağın bağlayıcısıdır. Is it true? Is it true? Burada baş cümləmizdir və is itdən əvvələ keçibdir, sual quruluşu yaranıbdır. Zətdən artıq başlayır budaq cümləmiz. Budaq cümlədə sual quruluşu etməməliyik. Burada isə has şeydən əvvələ keçibdir. Ona görə bu səhvdir. D variantı baş budaq məsələsidir. Can you explain baş cümləmizdir. How artıq budaq cümlənin bağlayıcısıdır. Budaqda how is this new software supposed to improve? Bax, burada is software-dən əvvələ keçib. Əslində necə olmalıdır? İndi can you explain burası düzdür ki, can you-dan əvvələ keçib baş cümlədə sual yaratmalıyıq. Amma budaqda necə olmalıydı? Budaqda həmişə nəqli quruluş olur. Budaqda inversiya olmamalıdır. How this new software is supposed, bax belə olmalıydı. Is-in yeri səhvdir. Is bax burada olmalıydı. Və Y variantında why do you think that? Elə bil ki, burada zət tabellik bağlayıcısı var da ki, burada yenə də budaq cümlə başlayır. Bax, burada birinci tərəfdə why do you think? Burada you-dan əvvəl do keçibdir. Baş cümlədə sual yaratmışıq. Amma budaqda did she-dən əvvələ keçməli deyil. Why do you think she reacted that way? Bax, belə olmalıydı. Bu tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsinə zət işlənir. Həmin zət burada ixtisar olunubdur. Ona görə də hiss eləməyə bilərsiniz ki, bəlkə də burada budaq yoxdur, amma zəti rahatlıqla bərpa eləyə bilərsiniz. Orada think axı baş cümlənin sonuncu feilidir və təsiri feildir. Təsiri feil özünə sonra nə tələb edir? Tamamlıq tələb edir, yəni object.
Və ondan sonra da deməli başa düşürük ki, object clause-dur. Yəni tamamlıq budaq cümləsidir. Əgər bağlayıcı ixtisara düşübsə, görünmürsə gözünüzə, onda ikinci nöqtədən başladığı yerdən kəsməlisiniz. İkinci nöqtədən başladığı yerdə bilirsiniz ki, başla budaq orada bir-biri ilə aralaşır. Dördüncü sualda düzgün nida cümləsi seçmək və C variantı how tremendously skilled you are at solving problems. How cümləsində bir dənə mübtəda olmalıdır. You-dan sonra ar xəbəri gəlibdir. Yəni mübtəda xəbər öz yerindədir. İnversiya baş verməyibdir. You are skilled. Sən bacarıqlısan da. Skilled onun əlamətidir ki, necəsən, bacarıqlısan. Skilled da ki, idili bir sifətdir. İdili sifətlərdən də əvvəl nə gəlir? Zərf gəlməlidir. Tremendously skilled. Yəni ki, tremendously burada neyinibdir? Skilled sifətini aydınlaşdıran, təyin edən bir zərfdir. Deməli, burada tremendously zərfinin to be ilə zadla heç bir əlaqəsi yoxdur. Yəni, dərhal deməyin ki, burada to be link verb-də zərf ola bilməz. Yox, burada zərf sifətin önündə gəlib, sifəti təyin edən bir zərfdir də, sifətə aid bir şeydir. O biri cümlələrdə problem nədir? A variantına baxırıq. How incredible beautiful. Burada bax, görürsünüz, beautiful sifətdir və sifətdən əvvəl təyinləyici kimi zərf gəlməlidir. Yəni, incredibly olmalıydı. Və B-də də eyni məsələdir. Fantastical, talented. Bax, idili sifətdir. Burada zərf gəlməlidir onu təyin etmək üçün. Fantastically talented olmalıydı. Sonra D variantında artıq birinci zərfdə problem yoxdur, ikinci zərfdə var. Baxın, recovery, yəni sağalma deməkdir də. İsimdir. İsimdən əvvəl nə gəlməlidir? Sifət, amma burada zərf gəlibdir. Quick recovery olmalıydı. Quick, yəni quickly yox, quick recovery sifət olmalıydı və sifətdən əvvəl zərf gəlməlidir. Shockingly quick. Yəni burada zərfdə problem yoxdur. Burada ikinci zərfdə problem var ki, o sifət olmalıydı əslində, çünki ismə aiddir. Y variantında burada turn out to be easy olmalıdır da. Düzdürmü? To be link verbdir. Link verbə nə lazımdır? Sifət. Burada easily yox, easy olmalıydı. Easy. To be easy. Yaxşı, this task is easy. Belə olmalıydı. Və easy sifətdən də qabaq zərf gəlməlidir. Surprisingly. Yəni də D və Y variantında zərflərdə problem yoxdur. Burada problem sifət əvəzinə zərfin işlənməsindədir. Yəni, orada quick olmalıydı, burada da easy olmalıydı. Bir sözlə, nida cümlələrində həmişə fikir verin, neçə də mübtəda var, sifət zərflər düzgün işlənibmi, link verbə görə sifət olmalıdır, sifətdən əvvəl zərf gəlməlidir, hərəkətli feylə zərf lazımdır, zərfdən əvvəl yenə də zərf gəlir. Belə şeylər diqqətli olun, həmişə nida cümləsində belə şeylər soruşulur. 5-ci sualda suala diqqətlə baxın. Incorrect causativi seçməliyik və burada da incorrect olan D variantıdır. They got the work is finished. Bax, birdən necə deyim, tezbazar baxarsınız suala, deyirsiniz ki, get fe'lidir, have fe'lidir, obyekt qoyuruq, sonra da participle to qoyuruq. Bu, yəni ən çox işlənən causativ düsturudur, amma bu cansız obyektə aiddir də. Burada the work is canlıdır və canlı obyekt olanda get plus canlı plus to-lu infinitiv olmalıdır. Yəni burada nə olmalıydı? To finish. Yaxşı, to finish olmalıydı bunun düzgün forması. Bax, bu səhvdir. Digərlərində problem yoxdur. Got her dress altered. Yəni getdi cansızdır plus participle to-dur. Had the student submit, have-dir, canlıdır, bare infinitivdir. Got the IT team to fix, getdi. IT team, yəni ki, mütəxəssislər komandası da canlıdır və to-lu infinitivdir. Görürsünüz, D variantının düzgün forması C variantındakı kimidir. Y variantında had the report revised and updated. Burada have fe'lidir, report cansızdır və participle to'lar, yəni participle həmcinsdir. Burada participle to'lar and-lə birləşibdir. Bax belə, bunlarda problem yoxdur. Yəni bir də təkrar eləyək. Have və ya get plus cansız olanda participle to işlənir. Have plus canlı olanda bare infinitiv işlənir. Get plus canlı olanda to-lu infinitiv işlənir. İndi gəldik 6-cı suala. Hansı reduced olunmuş sentence, hansı qısaldılmış cümlə səhvdir? Deməli, indi bax, biz bu
imtahana gəlib çatana qədər hər şeyi keçmiş oluruq da, düzdürmü? Ümid edirəm ki, indi siz də bu izaha qulaq asanda azdan çox da redaction, yəni cümlə ixtisarı barədə məlumatınız var. Çünki hər sualı mən 10 dəqiqə belə uzun-uzadı izah verə bilmərəm. Onda video çox uzun çıxır. Çalışıram ki, maksimum qısa izah eləyəm, yorucu olmasın. İndi burada Y variantında problem nədir? After finishing the project, the office was cleaned. İndi fikir verin. Deyir ki, projekti bitirəndən sonra ofis təmizləndi. İndi redaction nə deməkdir? Elə bil ki, cümlənin mürəkkəb cümlədir, iki tərəfində də mübtəda xəbərlər var. Amma mübtədalar eyni şəxsdir, eyni əşyadır, eyni mübtəda olmalıdır da, eyni adamı bildirməlidir və eyni əşyanı bildirməlidir ki, birini ataq. Eynidir də, birini atırıq gedir və belə ixtisar edirik. İndi burada fikir verin. Burada mübtədamız ofisdir. Amma burada projekti bitirən ofis idi, yoxsa insanlar idi? Təbii ki, insanlar idi. Projekti işçiləri bitirir. Burada, yəni, işçidir də, düzdürmü? İşçi yazıram, bax bura. Amma burada mübtəda ofisdir. Yaxşı, əgər sağ və sol tərəfin mübtədaları ayrı-ayrı isimlərdirsə, onda o cür ixtisar eləmək düzgün deyil. O cür ixtisar yanlış adlanır, yanlış cümlə. Bəlkə dangling modifier deyilən bir şey eşitmişsiniz. Bax, Y variantı odur. Və o da yəni yanlış cümlə adlanır. Bir sözlə, yəni bu cümlələr ümumiyyətlə yanlış cümlədir. Yanlış cümlə gedir bunlar. Dildə işlənir, danışıqda zıdda işlənir. Çünki danışıqda hər şey mümkün. Amma qrammatik cəhətdən yanlışdır. Bir daha deyirəm, burada mübtədamız nədir? Ofisdir. Burada hərəkət edən kimdir? Burada hərəkət edən ofis deyil, başqa adamlardır. Yaxşı, başqa mübtədadır. Ona görə də ayrı-ayrı mübtəda olanda bu hərəkəti görən ayrıdır, o biri hərəkəti görən ayrıdır. Deməli, belə olan halda ixtisar eləmək olmaz cümləni. Ona görə də yanlış ixtisar adlanır. A variantına baxaq. She left the meeting early. O çıxıb getdi. Mübtədamız kimdir? She. Feeling exhausted, yorğun olduğuna görə. Kim yorulmuş? She. Deməli, ikisi də üst-üstə düşür. O yorğun idi və o da çıxıb getdi. B-yə baxın. Looking nervous, he entered the room. Deməli, o gəldi, he mübtədası və o narahat görünürdü. Kim? O. O narahat görünürdü və o da otağa girdi. Yəni, eyni adamdır. Staring out of the window, she sat at the desk. Deməli, o oturdu və pəncərədən də baxan kim idi? Yenə də o idi. Yəni, o oturmuşdu və o da pəncərədən çölə baxırdı. Deməli, bu düzgündür. İkisi də üst-üstə düşdü. D-yə baxırıq. They enjoyed the dinner, laughing throughout the night. Burada onlar imiş. Dinə yeyən və danışıb gülən də kimlər imiş? Zey. Yenə də onlar imiş. Və iki mübtəda yenə də üst-üstə düşdü. İki hərəkətin görəni, the doer of the action, hərəkəti görən üst-üstə düşürsə, deməli, burada redaction eləmək olar. Amma Y variantında üst-üstə düşdü, yox. Burada mübtəda ofisdir, o birisində hərəkəti görən ofis deyil, başqasıdır. Ona görə də Y variantı yanlış redactiondır. 7-ci sualda cümlənin ekvivalentini seçirik. Yəni ki, cümlənin mənasını eyni saxlayırıq, amma quruluşu, sözləri, sinonimlərlə falan əvəzləşir. Yəni cümləni parafraz eləyirik. The world is getting warmer, largely due to man-made causes. Dünya get-gedə istiləşir, ən çox da insandan asılı olan səbəblərə görə. Burada Y variantı uyğun gəlir. Global warming is mostly caused by human activities. Man-made causes, yəni insandan asılı olan səbəblər. Bunu nə ilə əvəzləşdirdik? Human activities, yəni insanın etdiyi şeylərə görə. Largely, mostly ilə əvəzləşibdir. Due to filan şeyə görə səbəb bildirən şeydir. Cause da səbəb deməkdir. Və getting warmer-ni də global warming-lə əvəzləşdirdik. Yəni, Y variantında bax, artıq əskik bir şey yoxdur. Nəyisə kəsib atmamalıyıq və nəyisə də özümüzdən əlavə etməməliyik parafraz eləyəndə. Digərlərini niyə götürmürük? A variantında deyir ki, insan üçün böyük bir problemdir. Bizə verilən cümlədə demir axı insan üçün problemdir, ya nədir? Biz, yəni məntiqi cəhətdən başa düşürük ki, insan üçün problemdir, o heç. Amma ki, bizə verilən cümlədə problem olub olmadığının adını çəkmir. Əksinə deyir ki, insanlara görə bu olubdur. B variantında inkara çevrilibdir və deyir ki, insan səbəbləri ilə bağlı deyil. Bax, bu səhvdir.
tamamilə inkara çevirib deyə heç düz gəlmir. C variantında although bağlayıcısını görürük, qarşılaşdırma bağlayıcısıdır. Bizə verilən cümlədə qarşılaşdırma yoxdur, ona görə də özümüzdən nəsə gətirməməliyik. Burada D variantında da however, bu da qarşılaşdırmadır, amma buna baxmayaraq insanlar özdə less impact, daha az təsir edirlər. Görürsünüz, burada tamamilə yanlış şeylər verilibdir. Bağlayıcısı yanlışdır, less impact ifadəsi yanlışdır oradakı. Yəni insanlar az təsir, amma əksinə verilən cümlədə deyir ki, ən çox insanlardan asılıdır bu dəyişikliklər. Belə. O biri variantlarda, yəni kobud səhvlər çoxdur. İndi gəldik 8-də situasiyadır və ona uyğun proverb seçməliyik. Deməli, Meganın bir dostu var imiş və o travel bloger imiş. O da envious, yəni paxıllığını çəkirmiş. Düşünürmüş ki, o çox glamur həyat sürür. Və deyir ki, sən həmişə gözəl yerlərə gedirsən, görürsən. Mən də bunu etmək istərdim. Megan deyir. Onun dostu isə gülür və deyir ki, the grass is always greener on the other side. Yəni ki, insan həmişə elə bilir ki, başqasındakı şeylər ondakindən daha yaxşıdır. Başqa necə tərcümə eləyək bunu? Həmişə elə bilirsən ki, səndəki daha pisdir, başqasındakı daha yaxşıdır, başqası səndən daha gözəl həyat sürür. You don't see the long hours and pressure I'm under to create content. Sən axı mənim daimi bu content, yəni ki, öz blogumda paylaşdığım şeylər deməkdir. Bu contenti yaratmaq üçün necə əziyyətlərdən keçdim, nə qədər vaxt sərf elədiyimi sən görmürsən. Bax, bu deməkdir. Digərlərinin mənasında deyək, you can say that again. Mən sənlə razıyam deməkdir. Many hands make light work. Yəni, tək əldən səs çıxmaz. Çox adam kömək edəndə iş yüngül olar, bu deməkdir. It's always darkest before the dawn. Hər qaranlıq gecənin işıqlı sabahı var. Your guess is as good as mine. Heç mənim də sənin kimi xəbərim yoxdur deməkdir. Bu Y variantına fikir vermişəm ki, çox adamı çaşdırır. Bunu mən sənlə razılaşıram kimi belə işlətməyə çalışırlar. Amma bu Y variantındakı mənası o demək ki, sən bilmirsənsə, mən də sənin kimi bilmirəm. Yəni, ikimiz də bilmirik deməkdir. 9-cu sualda situasiyanı hansısa cümlə ilə tamamlamalıyıq. Deməli, sənin yeni bir iş yoldaşın var, sən də ona kömək eləyirsən, ona bir tapşırıq verirsən ki, yəni tək başına, özü tək başına eləsin və o da o işi sənin ona qoyduğun vaxtdan daha qısa müddətdə bitirir. Yəni, half the time, 2 qat qısa müddət sərf eləyir ona və sən də çox təsirlənirsən bundan. Praise him, bizim burada açar sözümüz olacaq. Praise, tərifləyirsən. Deməli, pozitiv bir şey götürməliyik ki, tərif bildirsin. That was fast work. 2 qat tez etməyinə görə deyirsən, yəni çox sürətli bir iş görmüsən, you did a really good job, yəni çox gözəl bir iş gördün, halal olsun sənə. Yəni bu da bizim nəyimiz oldu? Praise'imiz oldu, yəni tərifimiz oldu. O birilərdə, məsələn, adı deyir ki, gəl sənə başqa bir iş tapım. Bax, burada tərif yoxdur. Görürsünüz, açar sözümüz oydu da, tərif tapmalıyıq. Sonra B variant deyir ki, yəqin ki, sən bu gördüyümüz işdən bir xeyir tapırsan da, bu da tərif deyil. Sonra C variant deyir ki, hə, indi onu bitirmisənsə bu işi də gör. Burada da tərif yoxdur. Y variantında ümumiyyətlə negativ bir şeydir. Biraz da tez bitirsəydin daha yaxşı olardı. Burada artıq qınama mənası var, nəinki tərif. 10-cu sualda predicated subordinate clause, yəni xəbər budaq cümləsi tapmalıyıq. O da B variantındadır. Belə baxırsınız ki, hamısında as though var. Görürsünüz, hamısında var. Amma as though, yəni biz budaqların adını, bağlayıcını əzbərləməklə tapmırıq. Birincisi, biz orada başla budağı düzgün yerdə ayırmalıyıq. Başla budağı hardan ayırırıq? Bağlayıcı başlayan yerdən. Yəni, kəsək. Bax, burada bağlayıcı başlayan yerdən budaq cümlə başlayır deməkdir. Xəbər budağı necə tapırıq? Baş cümlə link verbdən bitir. Link verbdə nədir? Yarımçıq xəbərdir. Əgər xəbər yarımçıqdırsa, bu nədir? Xəbər budaq cümləsidir. Deməli, baş cümlə link verblə bitməlidir ki, biz ona xəbər budaq cümləsi deyək. O da B variantıdır. They looked. Look nədir? Görünməkdir. Onlar görünürdülər.
Necə görünürlər? Falan formada görünürlər. Görürsüz, yenə də sual cavabla necə filan o bizi aldatacaq. Sadəcə deyirik ki, look link verbdir, görünmək deməkdir. Link verblə bitir baş cümlə. Link verb yarımçıq xəbərdir. Yarımçıq xəbərdən sonra budaq gəlirsə, bu adlanır xəbər budaq cümləsi. Digərlərində play link verb deyil, real fiziki hərəkətdir. Behave real fiziki hərəkətdir. Speak real fiziki hərəkətdir. Look deyə bilərsiniz ki, bəs A variantında da look var axı. Look heç nəsiz, özü tək başına olanda görünmək mənası verir, link verb olur. Amma look sözünlərlə birləşəndə artıq başqa bir feilə çevrilir. Burada look at baxmaqdır, görünmək deyil. Look at me, yəni baxırdı. Burada artıq real fiziki hərəkətdir. Deməli, B variantı nə oldu? Link verbdir. Link verblə bitdiyi üçün və link verbdən sonra budaq gəldiyi üçün bu adlanır xəbər budaq cümləsi. 11-də cümləyə düzgün use feilinin formasını qoymalıyıq. Solar panels günəş panelləri deməkdir. The building and they help lower energy costs. Burada fikir verin. Bizdə kömək üçün nə var? They help. They, yəni solar panellər kömək eləyir. They help mübtəda xəbər var. Help hansı zamandadır? İndiki zamanda. Ona görə də indikiyə uyğun olan bir şeyi seçməli. Məsələn, A variantında used to keçmişdə edərdim, indi etmirəm deməkdir. Bu keçmiş zamanın sinonimidir. O da indiki zamanla uzlaşmayacaq. Burada belə qoymalıyıq ki, günəş panelləri binanı isitmək üçün istifadə olunur və onlar kömək eləyir ki, elektrik xərclərini azaldaq. Ona görə də B variantına baxın, got used to. Got keçmişdədirmi? Bu da keçmişdə olan feildir. Bu da getdi. Həm də ki, get used to adət etmək, öyrəşməkdir. Biz nə edirik ki, adət etmək, öyrəşmək, vərdiş etmək feilini bizə lazımdır istifadə olunmaq. Günəş panelləri öz-özünü istifadə eləmir ki, biz istifadə edirik, cəmaət istifadə edir. Ona görə də istifadə etmək feilini pəsifə qoymaq. Necə ki, məsələn, do feili, belə deyək də, məsələn, are done edilir. Yəni, do feili necə pəsivə düşürsə, use feili də pəsivə düşür də, are used. Use istifadə etmək, are used istifadə olunur. Ona görə C variantı düzdür də, are used. Günəş panelləri are used, istifadə olunur. Nə üçün? To power the building. İşıqlandırma üçün. Yəni, elektriklə təchiz etmək üçün. Yəni, burada use feili neyinibdir? Pəsivə düşübdür. Və pəsivdən sonra gələn to power var, o use to ifadəsi deyil. To power orada məstər məqsəd, şeiri deyirdik, məstər məqsəd, məqsəd məstər. Bu məqsəd mənasındadır. Nə üçün istifadə olunur? İşıqlandırma üçün. To power. Yaxşımı? Burada üçün mənasındadır. İndi burada D variantı nədir? Will be used to powering. Bu da adət etmək, öyrəşmək feilinin gələcəyidir. Burada çıxırıq. Neyini ki, to be used to adət etmək, öyrəşməkdir. Özünə sonra gerund işlədibdir. Adət etmək, öyrəşmək, vərdiş etmək lazım deyil bizə. Are using, to power, are using-dəki istifadə etmək feilinin davam edicisidir. İstifadə etmək feilinin davam edicisi də lazım deyil bizə. Çünki panelləri öz-özünü istifadə eləmir, onları insanlar istifadə edir. Ona görə də istifadə etmək feilini nə formada qoymalıyıq? To be-də ya participle to quruluşunda, yəni ki, match-ol quruluşda. Deyirik, ev özü-özünü rəngləmir. Kimsə onu rəngləyir. Eyni şey də budur. Məsələn, the house is painted deyirik də, düzdür? İndi bu da həmin şeydir. The panels are used. Panellər istifadə olunur. Use feilinin nə idi bu? Məchuludur. Və sonra da to power. Bu da to infinitive məqsəd mənasındadır. İşıqlandırmaq üçün. Yaxşımı? A variantındakı use to ilə bu fərqlidir. Bir zamanlar edərdim, indi etmirəm feili deyil. Bu istifadə etmək feilidir və istifadə etmək pəsivə düşübdür. Özündən sonra to infinitive məqsəd mənasındadır. 12-də dialoqu tamamlayıq. Məncə bu asan bir sualdır dialoqlar. Deməli, bank manager salamlayır. Necə kömək eləyə bilərəm? Mr. Johnson deyir ki, loan kreditdir də, kredit götürmək barədə müzakirə aparmaq istəyirəm. Bank manager nə deməlidir ki, o da desin ki, I think I'll need about $2,000. Yəni, mənə $2,000 lazım olacaq. Deməli, bank manager soruşmalıdır ki, nə qədər lazım olacaq? Belə bir sual olmalıdır. O da B variantıdır, certainly. Yəni ki,
Hə, əlbəttə problemi yox. First of all, how much would you like to borrow? Nə qədər götürmək istərdiniz? Və burada nə qədərliyini soruşur və cavabı da olur $2000. O birlərdə burada məsələn A variantında miqdarı soruşmur, sual cümləsi yoxdur. C variantında accountunuz overdrawn, yəni çox pul götürmüsünüz, tükənməkdədir. Daha doğrusu borc içindədir. Yəni burada da sual yoxdur. Sonra D variant deyir ki, danışıb sizə məlumat verərəm. Burada da sual vermir. Burada da deyir ki, qeyri-mümkündür. Qeyri-mümkün olsaydı niyə təzədən $2000? Deməli, bir sözlə $2000 cavabını görürüksə, deməli nə qədər miqdarını soruşmalıdır. Nə qədər istədiyini soruşmalıdır. O da B variantındadır. Nəhayət gəldik çatdıq bu ulduzlulara, yəni imtahana düşənlərə. 13-də sözlər qoymalıyıq. Mənadan asılı olaraq the employees showed remarkable despite all the difficulties. Despite görsüz baxmayaraq deməkdir. Bütün çətinliklərə baxmayaraq. Çətinliklərə baxmayaraq işçilər nə göstərə bilərlər? Müsbət bir şey. Çətinliyə baxmayaraq müsbət cəhətlər göstərdilər. Müsbət cəhətlər Y variantı. Resilience, dayanıqlılıq və loyalty də sadiqlik. Bu resilience dözümlülük də deyə bilərik. Bir sözlə hər ikisi müsbət, mənalı sözlərdir. O birilərdə mənfilər var. Impatience, səbirsizlikdir. Indifference, vecsizlikdir. Unreliability, etibarsızlıqdır. Və intolerance, o da dözümsüzlükdür. Onların hamısı negativdir. Amma bizim cümlədə nə deyir? Despite və difficulties. Difficulty mənfi bir şeydir. Mənfiyə baxmayaraq müsbət nəsə göstərdir. Ona görə də ancaq müsbət seçməliyik. 14-cü sualda düzgün conditionallar seçməliyik. 2 ilə 3 düzdür. Baxaq. If I were a rich man, I'd buy a big tall house. If-dən sonra keçmiş, o biri tərəf would, could, might işlənə bilər. Would buy-dır bu. Və 3-ə baxırıq. Were the sun to disappear. Burada da were neyiniyibdir? İnversiya yaradıbdır. Bunu da inversiyadan öyrənmişik və öyrənəcəyik ki, if the sun disappeared, keçmiş sadədir. If atılır, keçmiş sadə, feilin özünü gətirmirik də əvvələ. Vö gəlir və feil to infinitiv şəklində olur. Yəni burada elə bir ki, if-i bərpa eləsək, if plus keçmiş sadədir. If-dən sonra keçmiş sadə, o biri tərəf would, could, might ola bilər. Yəni bu da düzgün uzlaşdı düsturumuza əsasən, conditional düsturuna əsasən. O birilərdə problem nədir? Birincidə if I won the lottery last year burada keçmişdi və mod olduğuna görə keçmişi bir adım geri atmalıyıq ki, keçmiş bitmiş olmalıydı. If I had won olmalıydı orada. Had won. Yaxşımı? Keçmiş zaman bildirən söz görəndə biz feili bir adım geri atmalıyıq. Keçmiş bitmiş olmalıydı. Keçmiş sadə olmalı deyildi. 4-də I won't pay unless you will pay. Unless-dən sonra gələcəklər bitmişlər işlənmir. Unless-dən sonra indiki sadə falan belə olmalıdır da. Yəni unless bağlayıcısından sonra gələcək və bitmiş formalar işlənmir. Ona görə 4 səhvdir. 15-də bu go birləşmələrini cümlələrə salmalıyıq. Birinci cümlədə we will go through each detail, yəni go through nəzərdən keçirməkdir. Hər detalı nəzərdən keçirəcəyik. İkincidə we need to go about our daily tasks. Go about yerinə yetirməkdir. Yerinə yetirmək, biz gərək günləlik işlərimizi daha yaxşı yerinə yetirək və go up ucaldılmaq deməkdir. The building will go up in this field. Gələn il bu ərazidə bina ucaldılacaq. Burada up bizə kömək eləyir, yəni yuxarı mənasındadır. Ucaltmaq mənasını artıq beynimizdə əlaqələndirib tapa bilərik. 16-da D və it seçməliyik. C variantı olur. There are not any solutions. It is vital that we all come together to tackle this issue. Burada all come. Birincisi görürük ki, indiki zamanda ona görə də they-ını çıxaq. They-ını çıxaq. Sonra they are bu yəni mübtəda xəbərdir. O neyinir ki, there are olmalıdır burada. Var və yox. Yəni there are not any solutions. Heç bir həll
yoxdur və ya there are some solutions, həllər var. Yəni var və ya yoxdur mənası lazımdırsa bizə there ilə başlamalıyıq cümləyə. There əvəzliyini neyinir ki? There is, there are qoymalıyıq da bunlardan birini. Sonra vital sifətdir. Sifətlə olanda özü də ki vitaldan sonra zət bağlayıcısı gəlibdir. Zət bağlayıcısı gəldiyi üçün burada isim yoxdur. İsim yoxdursa deyə lazım deyil bizə. It is vital that. Bu da muddazatda demişik. Bu dərsliyin arxasında da var belə quruluşlar. Səvənəsə 10-cu sinifin ya 11-ci sinifin arxasındadır. It is plus sifət plus zət plus should quruluşu orada qeyd olunubdur. Ona görə də bu ikinci cümlədə deyə lazım deyil. It is vital that vacibdir ki, önəmlidir ki, yaxşımı? Vacibdir var deməyəcək ki, yəni ki burada var və ya yoxdur mənası bizə lazımdır. Ona görə deyə sözü bizə lazım deyil. Deyə sözü var və ya yox lazım olan yerdə işlədirik. It is vital that vacibdir ki, biz hamımız birləşək və bu məsələni həll eləyək. Belə bir cümlədir. 17-də deməli səhvi soruşurdu. Cümlələr fərqli ola bilərdi. İmtahandakı cümlələr fərqli ola bilərdi. Amma deməli sözünün sualı idi. Amma başlığında səhv sözünü yazılmışdı. Yəni preposition sözü yox idi. Sadəcə incorrect sentence seç belə yazılmışdı. Ona görə də mən də eləcə saxladım. Ora preposition əlavə eləmədim. İmtahandakı kimi saxladım ki, siz də elə görəsiz sualı. Və bu fala baxırmış kimi baxasınız görün mən burada nə cəhətdən düzü və ya səhvi seçməliyəm. Burada cümlələri hamısını oxuyandan sonra artıq sözönlü birləşməni əzbərləyən adam hiss eləyir ki, burada D variantı səhvdir. Çünki responsive to ilə işlənir, for ilə işlənmir. Deməli, diqqətli olun. Bir dənə söz var, responsible. Responsible neydi bu? Məsuliyyət daşımaqdır. Responsible for ilə işlənir. Responsive, yəni responsive reaksiya vermək, cavab vermək mənasında işlənən bir sözdür. Responsible ilə responsive sadəcə bir-birinə oxşuyurdu. Yəni aldatmaq üçün responsible əvəzinə responsive qoymuşlar və for yazmışdılar. Yəni ki, responsive to ilə işlənir, responsible for ilə işlənir. Digərlərində problem yoxdur. Məsələn, burada in the public bu sözünlü birləşmə düzdür. Charge with düzdür. Thirst for düzdür. Respond to düzdür. Amma responsive to ilə işlənir. Responsible for ilə işlənir. Yaxşı, bir-birinə oxşuyur. Çalışın, səhv salmayın. 18-də düzgün subject verb agreement-i seçməli. 1, 4, 5 düzdür. Seçək. Sonra da danışaq. 1, 4, 5. The number of people who are in the conference is 7. The number of-un ismi cəm olmalıdır, xəbəri tək olmalıdır. Yəni, the number of-un xəbəri is 7-dir. Görürsünüz, təkdir. Burada isə nisbi var. Nisbi öz sağı ilə solunu uzlaşdırır. Sağı ilə solunu. People are. Deməli, people-un xəbəri are-dır. The number xəbəri is-dir. Yaxşımı? Yəni, düşünməyin ki, the number varsa, bütün xəbərlər tək olmalıdır. Yox, nisbiyə də baxın. Nisbi öz sağı ilə solunu uzlaşdırır. People xəbəri are, the number of xəbəri is-dir. Yaxşı, 4-ə baxır. Each boy and each girl has come. And olması sizi çaşdırmasın. Each təkləyici əvəziyyəti xəbəri tək istəyir. Each boy and each girl sadəcə, yəni each-in 2 dəfə işlənməsi heç bir dəyişiklik yaratmır. Yenə də xəbər tək olacaq. Hər bir oğlan və hər bir qız. Yəni də has come tək olmalıdır. And burada artıq gözünüz görməsin, bir ki, yoxdur. Və 5-cidə də 3 false, o nə deməkdir? 4-də 3 kəsir sayıdır. Kəsir sayıları xəbəri qoşulduğu ismdən asılıdır. Kəsir sayıları hər cür isimdən işlənə bilər. Sayılan sayılmayan təkcəm. Ona görə də kəsirlərin, faizlərin, hissə bildirən sözlərin xəbəri qoşulduğu ismdən asılıdır. Population təkdədir, is təkdədir. Belə götürdük bunları. 2 ilə 3-də problem nədir? The committee who decided his innocence is responsible for the other people's lives. Əgər committee
collective noundur da, düzdürmü? Biz noun mövzusunda öyrənmişik ki, kollektivlər əgər xəbəri təkdirsə, onda əvəzliklərdə ona uyğun tək olmalı, yəni cansız kimi nəzərdə tutulmalıdır. Amma əgər kollektivlərin xəbəri cəmdirsə, əvəzliklər də cəma uyğun olur və insana uyğun olmalıdır. İndi burada committeedən sonra who görürsünüz. Əgər insan bildirən əvəzlik işlənibsə, deməli committee biz cəmanlar kimi baxmalıyıq və xəbəri cəm olmalıdır. Burada is verilibdir, səhvdir. Yox, əgər tərsinə baxsaq ki, əgər committeeyə cansız kimi götürürük və is veririksə, onda gərək burada şəxs yox, əşyaya aid bir, yəni cansıza aid bir əvəzlik qoyarıq, yəni which olmalıydı. Yaxşımı? Who varsa xəbər cəm olmalıydı. Yox, xəbər təkcə onda which olmalıdır, who olmalı deyil. 3-ə baxaq. The student as well as the committee members. Burada vergüllə ayrılan hissəyə görürsünüz. Bu cümlə üzvünün əlavəsi adlanır. Cümlə üzvünün əlavəsi uzlaşmada iştirak eləmir. Əsas mübtəda the studentdir. Student təkdədir, arla işlənməməlidir. 3 səhv oldu. 19-da cümləni complete eləməliyik. Is this the book? Bu görürük ki, sual cümləsidir. Sual cümləsi olduğu üçün bizə nə veribdir? Baş cümləni veribdir də. Biz də budaq hissəsinə yapışdırmalıyıq. Sual cümləsi olduğu üçün burada köməkçi irəli gəlməlidir. Amma harada? Baş cümlədə. Baş cümlədə is irəli gəlibdir. Budaqda artıq sual cümləsinin quruluşunu yaratmaq olmaz. Yaxşı mı? Budaqda inversiya etməməliyik. Ona görə də baxın, which did Jane. Did Jane-dən əvvələ keçib deyə 4 səhvdir. 4 getməlidir. Niyə? Budaqda biz sual quruluşu yaratmırıq. Sual quruluşu baş cümlədə olur. Onu da özü bizdə zaten veribdir. Biz budağı yapışdırırıq. Sonra 3 niyə səhvdir? Is this the book? Burada bookdan sonra which gəlir. Yəni təyin budaq cümləsi yaradırıq. Hansı kitab Jane-nin nə bilim göndərdiyi ya Jane-ə göndərilən. Yəni kitabı təyin edirik. Təyin budaq cümləsində bu haqqında danışdığımız isim var ha. O ismin əvəzliyi işlənməməlidir. Baxın, which Jane sent it. Bu it əvəzliyi book'un əvəzliyidir. Təyin budaq cümləsində haqqında danışılan ismin şəxs əvəzliyi və ya obyekt əvəzliyi təzədən budaqda işlənməməlidir. Yaxşımı? Yəni it əvəzliyi burada artıqdır. Bu da getdi. 3 getdi. Qalır 1 ilə 5. Which is sent to Jane. Hansı ki Jane-ə göndərilir. Burada Jane obyekt olur. Yəni göndərilir. Book is sent. Passivdədir. Göndərilir kimə? Jane-ə. Jane burada yönlük haldadır ki, Jane-ə göndərilir. Bir də 5. Which belongs to Jane. Burada hansı kitabdır? Məxsusdur kimə? Jane-ə burada yəni yönlük haldadır. Məxsusdur kimə? Falan adama. 2-də problem odur ki, yenə də sent aktivdədir. Book'dan sonra belə aktiv kitab öz-özünü göndərmir axı. Kitabı kimsə göndərməli idi. Ona görə də sent burada passiv quruluşda olmalıydı. Yox, passivdə deyil, aktivdədir. Aktivdədirsə, deməli Jane-nin hərəkətidir. Bəs Jane-nin hərəkətidirsə, niyə hərəkət Jane-dən əvvələ keçibdir? Yəni burada sent feili inversiya yaradıbdır, Jane-dən əvvələ keçibdir. Ona görə 2 səhvdir. 20-ci suala baxırıq. Burada düzgün modal qoymalıyıq və A variantı düzdür. Should have done o deməkdir ki, etməyiblər, keçmişdə etməyiblər, amma gərək edəydilər. İndi qoyaq yerinə yoxlayaq. Deyir ki, danışıqlar fell apart in the last minute. Ən son anda pozuldu. Yəni alınmadı, pozuldu, dağıldı bu danışıqlar. They should have discussed the terms more clearly. Onlar gərək şərtləri daha yaxşı, daha aydın müzakirə edəydilər. Yəni aydın müzakirə etməyiblər, amma gərək daha aydın müzakirə edəydilər. Yəni aydın müzakirə etmədikləri üçün fell apart olub. Yəni danışıqlar müsbət sonlanmayıb, mənfi sonluqla bitibdir. İndi burada da keçmiş barədə məsləhətdir ki, yəni gərək belə yox, başqa cür edəydilər. Deməli, söhbət keçmişdən gedir, fell göstərir ki, zaman keçmişdədir və should have, yəni modal bitmişə düşürsə, yəni perfect formaya düşürsə, o demək ki, situasiya keçmişdə baş veribdir. Yəni cümləmiz keçmişdə olduğu üçün biz də modalımızı bitmişdə qoymalıyıq ki, o keçmişdəki situasiyanı bildirsin. Should have mənası nə oldu? Etməmisən, amma gərək edəydin. Digərlərini niyə götürmürük? Burada they mübtədadır, the terms də bizim obyektimizdir. Mübtəda və obyekt öz yerində olanda orada ancaq aktiv qoymalıyıq, passiv qoya bilmərik. D və Y variantı passivdir. Görürsünüz,
Have been discussed, be üstəgə participle to. Həm D variantı, həm də Y variantı passivdir. Yəni modalın bitmişinin passividir. Bizə isə passiv lazım deyil. B ilə C variantı isə modalın indiki formasıdır. Çünki görürsünüz burada have yoxdur. Have yoxdur deyə keçmiş situasiyasını bildirmir. İndiki situasiyasını bildirir. Can't be discussing, must be discussing. Yəni hal-hazırda baş verən prosesi bildirir, indiki prosesi bildirir. Amma cümləmiz keçmişdədir deyə bu indikiləri götürmürük. Deməli, A variantı götürdük. Modal bitmişə düşəndə keçmişdə və ya artıq olub bitmiş situasiyanı bildirir. Should have-in də mənası odur ki, etməmizə gərək edəydin. 21-də düzgün zaman forması qoymaq lazımdır. When I see fe'li him, mən onu görəndə o mazuta bulaşmışdı, çünki o səhərdən maşını düzəldirdi. Birincisi, biz deməliyik ki, bu ortadakı, yəni ikinci boşluqda cover olmamalıdır, was covered olmalıdır. Çünki cover fe'li sadəcə cover kimi işləyəndə örtmək, gizlətmək, əhatə etmək kimi mənalar verir. İndi cover mənaları çoxdur. Bu formada olanda o təsiri fe'ldir və özündən sonra obyekt tələb eləyir. Yəni nəyisə örtmək, nəyisə gizlətmək, nəyisə əhatə eləmək, nəyisə qət etmək, məsələn yol qət etmək, məsafə qət etmək. Burada obyekt yoxdur. Ona görə də cover-ı bu formada işlətməməliyik. Was covered verməliyik ki, yəni üst başı oil-la örtülmüşdü. Əhatə olmuşdu, nə bilim belə, yəni bulaşmışdı bir sözlə. Bu da bilirsiniz nə quruluşudur? To be üstə ya participle to, yəni passiv quruluş kimi görsənsə də əslində passiv olmayan feillərdəndir. Yəni stative passive. Hal vəziyyət bilir. Yəni onu mən nə vəziyyətdə gördüm? Was covered olmuş vəziyyətində. Yəni burada stativedir. Hal vəziyyət bildirən quruluşdur. Yaxşımı? Cover sadəcə özü kimi işlənəndə, cover feili kimi işlənəndə təsiri feildir və özündən sonra obyekt elə bilir. İnsan hal vəziyyətini bildirəndə to be covered şəklində olmalıdır. To be covered. Sonra digər variantlarda, məsələn, burada when-dən sonra bitmiş işlətməməliyik. Çünki əvvəlcə mən onu görürəm, sonra o neftə bulaşmır ki. O əvvəlcə neftə bulaşır, sonra mən onu görürəm. Ona görə də when-dən sonraki hissəni perfectə qoymamalıyıq. Çünki bir neçə hərəkət keçmişdədirsə, biri o birisindən əvvəl baş verəndə keçmiş bitmişə düşür. Mənim görməyim ən axırda olan şeydir. Ən axırda mən gəlib görürəm. Ona görə də görməyi biz bitmişdə verməməliyik. Çünki əvvəlcə baş verən bir şey bitmişdə olur. Sonra axırda baş verən hərəkət bitmişdə olmur. İndi qaldıq A və D variantı arasında. Orada da ki, axırıncı boşluqda had repaired olmalıdır, yoxsa had been repairing. Burada since göstərir ki, səhərdən başlamışdı. Mən gəlib onu görənə qədər də bu işlə məşğul idi də. Yəni gəlib onu bu prosesi görərkən mən onu gördüm. O proseslə məşğul olarkən onu gördüm. Ona görə də prosesin göz qabağında davam etdiyini bildirmək üçün onu bitmiş davam edicidə vermək lazımdır. Və adətən since və başlanğıc vaxt və ya for plus müddət veriləndə biz bitmiş davam edici işlədirik ki, yəni o hərəkətin nə vaxtsa başladığını və ya nə qədər müddət davam etdiyini vurğulayaq. Ona görə də axırıncı boşluğu götürürük bitmiş davam edicidə. 22-də article qoymalıyıq. Burada Wilsons soyadı və cəm şəkildədirsə ailəni bildirir. Ona görə də the article qəbul eləməlidir. Burada yoxdur deyə çıxırıq. The USA, USA-də the article ilə olur. Ona görə də buradakı boşluğu da çıxırıq. Birləşmə şəklində ölkə adları the article ilə olur. Sonra week sayılan təksimdir. Düzdürmü? Sayılan təksim olduğu üçün EN-lə olacaq. Amma məsələn bunu çıxdıq da, düzdür, bir də buna çıxdıq. Fərqlərinə baxaq. Burada Y variantında axırda boşluq olmalıydı, o düşməyibdir. Hə, deməli, axırıncı boşluq bizə kömək eləyəcək burada. Next month, last, next, this, every kimi sözlər həm sözünlüsüz olur, həm də artiklsız olur. Düzdür? Onlar yəni artikel qəbul etməməlidir zaman mənasında. Və cavab olur C variantı. Yəni the next month yox. Burada da ki, a week sayılan təksimdir, Z ilə yox. Yəni
A week burada one week mənasındadır. Sayılan təqsim olduğu üçün an artikli veririk ona. 23-cü sualda başla diqqət eləyin. Pasiv olanlardan biri səhvdir. Səhv olan B variantıdır. Sual cümləsidir. Sual cümləsinin pasiv olub olmadığını yoxlamaq üçün ən rahat yol sualı nəqliyə çevirməkdir. Çünki sual cümləsində əvvələ bir köməkçi gəlir də, düzdürmü? Və o köməkçi hansısa sözün yanındaymış. O ondan qopur gəlir cümlənin əvvəlinə sual yaratmaq üçün. İndi biz onu nəqliyə çevirəndə həmin o to be-ni və ya hansısa köməkçidirsə, qaytarmalıq öz yerinə, görək o gedib nəyə yapışır? Sifətə, söz önlü birləşməyə, yoxsa participle to-ya? Əgər görsək ki, participle to-ya gedir, yanaşır. Deməli, o passivdir. Yox, əgər başqa sözə aid olursa, başqa sözün yanında işlənirsə, bu olur artıq passiv olmayan bir cümlə. İndi burada da gəlin bunu nəqliyə çevirək. The cartoon shown on the television last night was about dinosaurs. Yəni, was hara gəldi? Bax, bura was about dinosaurs. Deməli, shown participle to tək başına qalıbdır. Participle to tək başına qalanda o passiv məna verir, amma passive voice deyil. Yaxşımı? Və belə bir məsələ də var, deyirik ki, məsələn, sual cümləsidirsə, amma sadə sual cümləsidirsə, diqqətli olun, mürəkkəb yox, sadə sual cümləsidirsə, axırında əlamət bildirən söz varsa, sifət varsa, müstəqil yiyəlik varsa, sözünün birləşmə varsa, çox vaxt bunlar pasiv hesab olunmur, amma bu həmişə belə deyil də. Əgər elə bir cümləni götürmək istəyirsinizsə, əvvəlcə onu nəqliyə çevirin, görün, doğrudan da pasiv deyil, yoxsa passivdirmi? Yəni, əvvəlcə bunu yoxlayın, sonra variantı seçin. Biz də bunu yoxladıq, nəqliyə çevirdik, gördük ki, o getdi. Söz önlü birləşməyə aid oldu. Söz önlü birləşməyin yanında işləndi. Ona görə də participle to tək başına qaldı. Tək başına participle to passive voice adlanmır. A variantında passive nədir? Was held. Sonra D variantında are disposed, bu da to be-yə participle to quruluşudur. Bax, Y variantında sual cümləsidir. Sual cümləsidir. İndi baxın, 2 dənə participle to-dur da, düzdürmü? Injured, bir də taken. 2 dənə participle to-dursa, bu önə gəlmiş to be, indi deyirik, sual cümləsini nəqliyə çevirəcək. Bu nəqliyə çevirəndə, bax, birinci gələnə yox, gedib ikinci gələnə yapışacaq. İkinci gələnə yapışanda da nə olur? Were taken to the hospital. Nəqliyə çevirəndə də doğrudan elə olur. The people injured in the accident were taken to the hospital. Və görə doğrudan da getdi. To be üstəgə participle to quruluşu yaratdı və passive struktur oldu. Düzdür? Were taken. Yəni, 2 dənə participle to ard-arda gələndə bilin ki, birinciyə yox, gedib ikinciyə yapışacaq və to be üstəgə participle to quruluşu yaradacaq. Yəni, accidentdə zədələnmiş adamlar hospitala götürüldü-mü, aparıldı-mı? Bax, passivlikdir. Sonra C variantı da çaşdırıcı bir variant oldu. Deməli, gördünüz ki, are excited var. O da hal vəziyyət bildirəndə də stativdir. Və o passiv hesab olunmur. Amma burada diqqətli olun. About nədir? Sözündür. Sözündən sonra nə gəlir? Gerund gəlir. Gerundun da passiv ola bilər də. Infinitivin passivi də ola bilər də. Being taken. Biz də indi bu time-in falan bəzi testləri yazanda görürdük ki, bax orada da xəbərin özü aktivdir, amma orada hansı verbaldır, yəni gerund və infinitiv passivdə, passiv formadadırsa, o passive voice hesab oluna bilər. Ona görə də C variantında passive voice var. Bu bilirsiniz nəyə oxşadır? Elə bir ki, məsələn, yəliyin suallarını eləyirik. Cümlənin əvvəlində it's görürük, dərhal onu çıxırıq ki, bu yəlik deyil, amma cümlənin axırına kimi oxuyanda görürsən ki, bəs nosun əvvəlində it's var. Axırında axı yəlik var, orada qəşəng düzgün bir yəlik var. İndi bu da onun kimi bir şeydir. Əvvəlini oxuyursunuz, görürsünüz, are excited passive deyil, amma bir axırına kimi oxuyun, görün axırında nə var? Bəlkə elə axırında onun qəşəng bir passive var. Yəni uzun cümlədə ola bilər. Mütləq hamısını axıra kimi oxumaq lazımdır və bütün variantların da hamısını oxumaq lazım. Hətta cavabı A variantında tapsaz belə, yenə də digər variantların hamısını yoxlayın. 24-dən nömrəli qoyulmalıyıq. Burada goals cəmdədir. Cəmdə olduğu üçün miqdar sayı lazımdır. Deməli, the third, bir də third burada sıra sayıdır və cəmlə işlənməyəcək. Burada half sayılan təksimdir. Sayılan təksim olduğu üçün sıra sayı lazımdır.
Sıra sayıda, məsələn, second D artiklı yoxdur. Və qaldıq B ilə C variantı arasında. Miqdar sayının qarşısında əslində Z ola bilər, amma həmin mənasını vermək üçün, yəni komanda 3 qol, həmin 3 qol vurdu demək düzgün deyil. Həmin mənası nə vaxt işlər? Məsələn, əvvəlki cümlədə nəsə barədə məlumat verirsən, artıq növbəti cümlədə deyirsən ki, həmin o adamlar, həmin o uşaqlar, həmin o kitablar, yəni artıq növbəti dəfə istinad edəndə miqdar sayına Z verə bilərik. Amma burada növbəti istinad eləmirik ki, ilk məlumat veririk. Ona görə də burada miqdar sayının qarşısına Z artiklı vermək lazım deyil. Və C olur. 25-ə gəldik. Wrong pronoun seçməliyik. Səhv olan pronounlar hardadır? 1, 3, 4-dür. Birə baxaq. During the dinner party, some of guests. Bax, burada nəsə çatışmazlıq hiss edirsinizmi? Biz deyirik ki, some isimlə birbaşa da birləşiblər, of ilə də birləşiblər. Yəni, burada nə çatmır? Some of the guests olmalıydı. 3-ə baxırıq. This might be his another chance. Burada nəsə problem hiss edirsinizmi? Çox adam bunu oxuyur, elə bilir ki, düzdür. Amma biz demişik ki, some azə, any azə, no azə, my azə, yelik azə. Yəni ki, bu əvəzliklərdən sonra ancaq azə gəlir də, ən azə gəlmir. Həm də ki, belə də baxa bilərsiniz. His yelikdir. Yelikdən sonra artikl gəlməz. Axı, another də ən artikldır. Yelikdən sonra artikl gəlmir. Bax, ən azından bu məsələyə görə bunu səhv kimi götürə bilərdiniz. Və 4-də they often borrow one another's. Burada da each other, one another əvəzlikləri S yapışmır onlara, apostrof S ola bilər, S apostrof bunların özünə gəlib yapışmır da, ona görə də 4 səhvdir. 2-yə baxırıq, every one of the members. Əgər everyone bitişik yazılsaydı, törəmə olsaydı, təbii ki, of-la işlənməzdi, amma burada bu nədir? One of the birləşməsidir, one of the-dir və every də gəlib one of the-yə yanaşıbdır. Yapışmayıbdır, yanaşıbdır sadəcə. Yəni, everyone bir-birinə yapışmayıbdır, törəmə deyil. Ayrı-ayrı yazılıbdır. Bax, diqqət olun, ayrı-ayrı yazılıbdır. One of the birləşməsidir və every də yanaşma üsulu ilə gəlib onlara. Və 5-ə baxırıq. To tell anything without, yəni bu plus idi də, düzdürmü? 5 də plusdur. It's impossible to tell anything. Impossible negativ bir şeydir. Ona görə də anything vermək doğrudur. Belə. Yəni 2 ilə 5 düzdür. Bizdə nə istəyirdi? Səhvlər 1, 3, 4. Yenə də sualın qoyuluşuna maksimum diqqətli olun. Çünki kimsə burada sualın başlığına diqqət eləməsə 2 ilə 5 götürər və 2, 5 variantı da var orada. 26-da definition eləməli obstacle maniyə deməkdir. C variantıdır. Nəyisə blok eləyir yolu və progressin, yəni gedişatı gerilədir. Maniyədir. Review rəy deməkdir. B variantıdır. Critical, appraisal, yəni kitab, hansısa bir filmdir, tamaşa nədirsə, bunun barəsində qəzetdə və ya jurnalda onun barəsində elə bir yazıblar, o da review olur. Yəni rəy. Whisper, pıçıltı deməkdir, o da D variantı. Very softly, deməli, səs elə bilə boğazdan çıxmır, nəfəs vasitəsilə çıxır və secrecy, yəni sirli qalsın, gizli qalsın deyə belə softly, yavaş danışmaqdır. Predict, proqnoz verməkdir, öncədən deməkdir. O da A variantı da estimate, proqnozlaşdırmaq deməkdir. Təqribi nə isə deməkdir. Yəni gələcəkdə olacaqmı, olmayacaqmı? Bunun təqribi demək predict. 27-də inversiya seçməliyik. A variantı düzdür. Deməli, burada görürsünüz ki, that bağlayıcıdır. That-dən gələn cümləni kəsək. Biz bağlayıcıdan cümləni niyə kəsirik? Çünki başdan budağı ayırırıq. Bağlayıcı başlayan tərəf budaq cümlə başlayır deməkdir. Və biz də öyrənmişik ki, budaqda inversiya etməməliyik. Düzdür? Budaqda inversiya etməməliyiksə, gələn bax, budaqda would she-dən əvvəl keçibdir. Budaqda inversiya olub səhvdir. Would she-dən əvvəl keçib səhvdir. Would she-dən əvvəl keçib səhvdir. Oca 3 dənəsini avtomatik çıxdıq. Budaqda inversiya olmur, bəs harda olmalıdır? Başda olmalıdır. B variantının başına baxın, she-dən əvvəl inversiya yoxdur. Bu səhvdir. Amma A variantı düzdür. She know tərəfi baş cümlədir. Baş cümlədə inversiya elibdir. Little did she know və that budaq cümlədir. Budaq cümlədə inversiya etməyibdir. Hər şey öz yerindədir. 28-də conjunctionları qoymalıyıq. Birinci cümlədə A olacaq. They postponed the meeting.
as the candidates couldn't participate in. Burada əslində in lazım deyildi, onu silmək lazımdır. As deməli çünki deməkdir. Onlar görüşü təxirə saldılar. Çünki namizədlər gəlib iştirak eləyə bilmədilər. İkinci cümlədə qoyacağıq so that, ondan ötürü ki, she plans to travel alone so that she could have complete freedom. O tək səyahət etmək istəyir. Ondan ötürü ki, tam azad olsun orada. Yəni səyahət zamanı tam azad olsun. Yəni məqsəddir. Nə üçün tək səyahət etmək istəyir? Məqsədi odur ki, freedom, complete freedom yaşasın orada. Üçüncü də after qoyacağıq. I'll make decision after I collect more information. Yəni daha çox məlumat toplayandan sonra qərarımı verəcəm və after də o zamanlardan öyrənmişik ki, özündən sonra indiki o bir tərəf gələcək olur. Dördüncüdə otherwise əks halda deməkdir. You need to eat something, otherwise you'll starve. Nəsə bir şey ye, yoxsa acından ölərsən. Otherwise əks halda yoxsa deməkdir. Yoxsa acından ölərsən. 29-da deyir ki, filan şey etmək çətindir when you are depressed. Depressiyada olanda, özünü pis hiss eləyəndə. Let steam off götürür. Let steam off əsəbini soyutmaq, içindəki stresi atmaq deməkdir. Yəni, depressiyada olanda və ya nə bilim əsəbi olanda let steam off etmək, yəni əsəbini çıxarmaq, stresini atmaq çətin olur. O birilərin mənası nədir? A variantındakı throw in the towel təslim olmaq. B variantında hit the roof əsəbləşməkdir. D variantında let the cat out of the bag sirrini açmaq. Hit close to home xətrinə dəymək, qəlbinə toxunmaq. 30-da cümləni mənaca complete eləməliyik. Burada although bağlayıcısı baxmayaraq deməkdir, qarşılaşdırmadır. Qarşılaşdırma bağlayıcısıdır. Urban sözünə diqqət eləməliyik. Bu şəhər yeri deməkdir. Bir də var rural, o da kənd yeri deməkdir. Deyir ki, baxmayaraq ki, şəhər yerində yaşamaq rahatdır. Görürsünüz, baxmayaraq ki, rahatdır, plus rahat olması, yəni plusdur, müsbət bir şeydir. Müsbət bir şey verir və bizə baxmayaraq ki, qarşılaşdırma bağlayıcısı verir. İndi biz bu müsbətə qarşı olaraq mənfi verməliyik. Mənfi də C variantıdır. The cost of living in the city is high. Şəhərdə yaşamağın xərci də çoxdur. Yaxşımı? Yəni, şəhərdə yaşamaq asandır. Asandır nədir? Rahatdır. Amma rahat olmasına baxmayaraq orada yaşamaq çox bahadır. Bax belə, bizə plus verir. Biz də o plusa qarşı olaraq bir dənə də minus veririk. Burada urban deyir, biz də city deyirik. Çünki urban da nədir? City deməkdir. Bir-birinin sinonimidir. Burada village-dan danışır. Yəni, şəhərə qarşı olaraq həm də ki, prefers müsbətdir. Şəhərin plusuna qarşı olaraq kəndin plusunu vermək düz çıxmır. Minus verməliydik qarşılaşdırma üçün. B variantı burada da plusdur, minus deyil. C variantı minus idi. D variantında burada minusdur, özdə ruralda kənd yeridir. Şəhərin plusuna qarşı kəndin minusunu vermək lazım deyildi. Sonra people don't want to live. Burada da rural, yenə də kəndin minusudur. Bu da düz çıxmır. Yəni, belə də baxa bilərsiniz. Deyir, şəhərdə yaşamaq rahat olmasına baxmayaraq, məsələn, insanlar kənddə yaşamaq istəmirlər. Necə olur ki, şəhər rahatdır, amma buna baxmayaraq kənddə yaşamaq istəmirlər. Görürsünüz, məntiqi cəhətdən düz gəlmir. D variantına baxaq. Şəhərdə yaşamaq rahatdır, amma buna baxmayaraq kənd yerinin də bir çox çətinliklər var. Yəni, bu da düzgün gəlmədi. Belə. Yəni, yəni bir şeyin plusunu deyirsə, həmin şeyin minusunu vermək lazımdır. Qarşılaşdırma bağlayıcısı olanda başqa şeyin minusunu vermək artıq qarşılaşdırma deyil. 31-ə gəlirik. Possessive case-in səhv olanını seçməliyik və A variantı səhvdir. Burada Johnson soyadı və Mr-lə işlənibsə, o bir adama bildirir. Bir adamı bildirdiyi üçün cəmiyyəlik yox, təkiyyəlik olmalıydı. Mr. Johnson apostrof S olmalıydı. Yerdə qalanlarda problem yoxdur. Məsələn, FU-ya görə hours cəmlənibdir, sonra yelik qəbul edibdir. C variantında bu
Bu cür birləşmələrdə xəbər cəm olanda demişik and-in sağı ilə solunun yerini dəyişirik. Tərsinə çevirəndə bax belə necə alınır? Tom's sister and Kate are responsible. Yaxşı mı? And-in sağı ilə solunun dəyişirik və onda başa düşürük ki, 2 nəfərdən söhbət gedir. Mrs. Smith tək yiyəlikdir Mr.-a görə, Mr. James tək yiyəlikdir. Burada deyə bilərsiniz ki, birində apostrof S var, birində James apostrofda S yoxdur. James'ın adı elə S ilə bitir. Məsələn, Samir'in adı R ilə bitdiyi kimi, James'ın da adı S ilə bitir. Yəni, buradakı S cəm şəkilçisi deyil, yiyəli şəkilçisi deyil. Bu sadəcə adın sonluğudur. Düzdürmü? Adın son hərfidir. Bu adın özüdür, bu S. Və əgər insanın adı S-lə bitirsə, özü S-lə bitirsə, S hərfi ilə bitirsə, yəni şəkilçi yox, hərflə bitirsə, biz deyirik ki, bu apostrofdan sonra yenidən S verilə də bilər, verilməyə də bilər. Yəni, burada S ola da bilərdi, olmaya da bilərdi. Belə və Y variantında Ted's bursting into tears, burada da yiyəlikdən sonra gerund verilibdir və biz bilirik ki, gerund yiyəliklə işlənə bilər də. Yəni, gerund da ismin bir dostudur. Yəni, gerundun isim xüsusiyyətləri var deyə yiyəlikdən sonra gəlir. Yəni, bunlarda problem yoxdur. Problem A variantındaydı. 32-də düzgün sinonimlər seçməliyik. 1, 2, 3-ü götürük burada. Miserable və upset, səfil, yazıq, qəmgin, bütün mənfi mənaları verir. İkisi də, ikincidə complex və complicated, ikisi də mürəkkəb, tərkibi, yəni sadə olmayan bir şey mənasını verir. Və hesitant, unsure, o da şübhə içində, əmin olmayan vəziyyət deməkdir. Əmin deyiləm, şübhə içindəyəm. Digərlərində, məsələn, artificial və genuine, artificial sünidir, genuine xalis deməkdir, təbii, xalis, həqiqi. Stationary, stasionar deməkdir, bir yerdə dayanan, tərpənməyən deməkdir, stabil deməkdir, amma unstable qeyri-stabildir. Yəni, bir yerdə durmayan, qeyri-stabil, hərəkətli və dəyişkən deməkdir. 33-də düzgün qısa cavab verməliyik. She has a blue car. Burada has feilidir və has cümlənin əsas feilidir, yeganə feilidir. Cümlənin yeganə feildirsə, deməli bu köməkçi deyil və ona görə də özü ilə qaytara bilmərik. Yəni, goes necə əsasdırsa, goes-la qaytara bilmiriksə, has da burada yeganə feildir, ona görə də özü ilə qaytarmamalıyıq. İndiki zamanda olduğu üçün onun köməyinə do does gəlməlidir. Həzin özü ilə qaytarmırıq. Niyə? Çünki cümlənin yeganə feildir və əsasdır. Sonra başqa harda həz var? Başqa heç nə. İndi, qısa cavabda necə olur? Təsdiqə təsdiq verilməlidir. Təsdiqə təsdiq verilməlidirsə, bax, bu inkardır, bunu çıxırıq. D variantında A isə inkarın sonunda gəlir, təsdiqin sonunda gəlmir. Və C variantında da father 3-cü şəxsin təkidir, do ilə işləmir, does-la olmalıdır. Həm də also cümlənin axırında gəlmir, axı also cümlənin ortasında gəlməlidir və cavab olur Y variantı. So does my father. So qısa cavabın əvvəlində gəlməlidir. Əvvəldə gəlir və inversiya tələb eləyir. Yəni does father'dan əvvələ keçibdir. Və dedik ki, indiki zamanda olduğu üçün do does-la qaytarmalıydı. Və salam cavab olur Y variantı. Təsdiqə təsdiq. 34-də. Deməli, I bought a book. Article-la ismin arasında necə bir sifət gələ bilər? Məsələn, üstünlük dərəcəsi olmayacaq, üstünlük dərəcəsi Z ilə ola bilərdi. An article ilə adi dərəcədə ola bilər, müqayisə də ola bilər. A new book, a newer book, hələ ki burada nəsə çıxmırıq. Sonra baxırıq ki, enough, interesting. Enough sifətdən əvvəl yox, sifət zərfdən sonra gəlməlidir. Y variantında çıxdıq. Və too interesting-ləri də çıxacaq. Niyə? Çünki to qoşulduğu sifətin mənası negativə doğru aparır, ifrat dərəcəyə çatdırır. İfrat da ki, yəni negativ bir şeydir də, yəni lazım olmayacaq dərəcədə deməkdir. Və negativə apardığı üçün cümlənin mənasına düz gəlmir. Ona görə too interesting-ləri çıxırıq. Və cavab qalır A variantı so interesting. 35-də idiomların mənalarını birləşdirməliyik. Birinciyə haste,
makes waste. Yəni tələsərsən, təndirə düşərsən, olur. A variantı rushing, tələsmək demək. Things leads to mistakes or poor results. Poor sözünün bir çox mənası var. İndi burada pis mənasındadır. Poor yazıq mənası var, pis mənası var, zəif mənası var. Deməli, nəyisə deyir, nədəsə tələsəndə səhvlər eləyərsən və ya pis nəticəyə apara bilər bu səni. Bunu götürdük. İkincidə weather the storm olacaq. Yəni storm nədir? Fırtına. Yəni fırtına ilə baş eləmək deyirlər, nə deyirlər? Yəni ki, nəyisə bacarmaq deməkdir. To deal with a difficult situation. Çətin bir vəziyyəti həll etməyə bacarmaq. Shape up or ship out. Mənası odur ki, ya özünə gəl, işini yaxşı gör, ya buradan çıx get deməkdir. An ultimatum to someone to improve their performance. Ya yəni öz performansını improve elə düzəlt, behavior, davranışını düzəlt, ya da being made to leave. Leave tərk et. Yəni ya buradan çıx get, tərk et. Dördüncüdə waste not, want not. Yəni hər şeylə ehtiyatlı davranmaq lazımdır, bədxərclik eləmək, boş yerə sərf etmək lazım deyil. Being careful with what you have now helps prevent scarcity in the future. Yəni indi əlində olan şeylərlə ehtiyatlı davranmaq o deməkdir ki, gələcəkdə onun çatışmazlığının qarşısını alırsan. Yəni ehtiyat edin yaraşığıdır. 36-da sözlərin antonimlərini seçməli. Anticipate, gözləmək, ummaq, təxmin etmək, proqnoz vermək deməkdir. Onun da əksi doubt olacaq, şübhə etmək. Və rise, qalxmaq, əksi də olacaq decline, enmək. Predict, təxmin etməkdir, sinonimdir. Forecast, o da təxmin etmək, proqnoz vermək sinonimdir. Ignore etməkdir. Yəni qəbul etməmək, imtina etmək, bu ümumiyyətlə heç bir şey kimi nə sinonimdir, nə antonim. Və await də gözləməkdir, ummaqdır. Belə baxanda sinonim kimi uyğun gəlir ona, amma bizdə nə soruşur? Antonim soruşurdu. Decrease bax, azalmaqdır, antonimdir, amma await antonim deyil, o sinonimdir. 37-də cümləni reported speech-ə çevirməli. Alan said Eldar, my father will return. Burada Eldar xitabdır. Xitab olduğu üçün o Seyfelinin obyektinə çevriləcək. My father isə kimin? Ellen'in atasıdır. Her father olacaq. Will return from the USA tomorrow dəyişəcək. Çünki baş cümləmiz keçmişdədir. Can you meet? Qız you deyəndə Eldar'a müraciət edir. Eldar qarşılayacaq kimi? Atasını. Please xahişdir. Bunu çevirəndə artıq yox eləyəcək cümlədən. Çünki xahiş edirəm nə deməkdir ki? Yəni o reportada çevriləndə itməlidir o söz. Çünki o sözlər virgüldən ayrılmalıdır. Burada virgül düşməyib, onu düzəldərəm. Modal sözlərdə də. İndi baxaq. Burada B variantına baxaq. Alan told Eldar, görürsüz told Eldar. Eldar'a müraciət edilib deyə tell plus obyekt şəklində o. That her father, görürsüz onun atası would return. Will'i keçmişə saldıq. Would return from the USA and asked him if you could meet him at the airport. Və yəni ask nədir? Xahiş etmək mənasındadır. Görürsüz please xahiş mənasını bildirirdi deyə ask xahiş etmək kimi, yəni sual vermək kimi xahiş etmək mənasında işlənib. Him if you could meet him at the airport. Deməli, digərlərində problem nədir? Ellen said that Eldar and her father would... Güya ki, Eldar və onun atası qaydacaqlar. Yox, Eldar müraciət olunan adam idi. USA-dan qaydan adam deyildi. C variantına baxırıq. Ellen said to Eldar olmalıdır. To'su çatmır burada, bu səhvdir. Ellen told that till zətlə yanaşı olmur. Till to ilə də yanaşı olmur. Sonra və Y variantında da his father yox, her father idi. Yəni Eldar'ın atasına söhbət getmirdi. Ellen'ın atası idi. Elə problem bax o his əvəzliyindədir. İndi gəldik son suallarımıza. Onlar da mətndən əlaqədardır. Deməli, bank sistemi barədədir. Deyir ki, bank sistemi müasir iqtisadiyyatda çox vacib bir rol oynayır və bununla da economic growth, yəni iqtisadi
irəliləyiş baş verir, iqtisadi inkişaf baş verir. Sonra deyir ki, mərkəzi banklar neyniyir? Key componentdir, yəni aparıcı rol oynayırlar. Onlar stabilliyi qoruyub saxlamağa kömək edirlər. Sonra deyir ki, ənənəvi banklar, yəni hamımızın tanıdığı bu banklar bizə depozitdən kreditə qədər, yəni hər cür xidməti təklif edirlər. Sonra mərkəzi banklar deyir, pul təminatını idarə edirlər, interest rates. Interest burada faizdir, faiz dərəcələrini idarə edirlər ki, bunda da məqsəd nədir? Economic stability, yəni iqtisadi stabilliyi qorumaq, dayanıqlı qorumaq və inflyasiyanı kontrol etməkdir. Yəni bunların hamısına mərkəzi banklar baxır. Bu mərkəzi banklar həmçinin nəyə nəzarət edirlər? Kommersiya banklarına nəzarət edirlər, onları regulate edirlər, idarə edirlər ki, onlar legal framework, yəni ki, qanun qayda çərçivəsində çalışsınlar. Yəni mərkəzi banklar elə bil bankların başında dururlar. Bizim bu ənənəvi bankların başında. İndi deyir ki, ənənəvi banklar nə edir? Ənənəvi banklar on the other hand, yəni digər tərəfdən ənənəvi banklar bizə personal and business loans, yəni fərdi və biznes kreditləri verir və müxtəlif bu iqtisadi işlərimizi funding eləyir. Yəni o pulla bizi təmin eləyirlər də. Yəni nəsə iş görmək üçün ehtiyac olanda bizi onlar təmin edirlər. İndi bunlardan danışandan sonra elektron bankingə gəldi. Elektron bankingdə deyir ki, online banking kimi artıq belə adlanır və bir deyir revolution yaradıb. Yəni insanların öz maddiyyatını idarə eləməkdə bir inqilab yaradıbdı bu elektron banking sistemi. Yəni bu elektron banking bizə rahatlıq verir, accessibility, yəni hər yerdə əlimiz çatır nəyəsə ki, yəni anywhere at any time, istənilən yerdə, istənilən vaxtda transactions eləyək, yəni pul köçürmələri eləyək. Gələcəkdə deyir, gözlənilir ki, texnoloji inkişaf sayəsində bu bank servisləri, yəni elektron bank servisləri daha da enhance, daha da güclənəcək, daha da inkişaf eləyəcək və daha efficient, yəni daha xeyirli və secure, daha etibarlı bir sistemə çevriləcək. Yəni bir sözlə burada Central Banks'dan danışır ki, yəni onlar bütün bankların başında durur, mərkəzi banklar və onların sistemini idarə eləyir. Traditional banklar, yəni bizim həmişə gedib gəldiyimiz banklar bizi kreditlərlə, nə bilim, nə ilə də pulla, zadla təmin edirlər və axırda da elektronik banklar, yəni telefonda gördüyümüz işləri nəzərdə tutur ki, yəni istənilən vaxt, istənilən zaman, istənilən miqdarda nəsə eləyə bilək. Yəni traditional banka getmədən bunu edə bilək deyir. İndi düşək biraz aşağı görək burada mətn nə haqqındadır və burada gedirik birinci cümləsinə baxırıq ki, bankingdən danışır. Yəni konkret hansından danışdığı hələn demir. Burada centraldan danışdı, sonra traditionaldan danışdı, bir də elektronikdən danışdı. Amma ən birinci cümlə, yəni giriş cümləsində ümumiyyətlə bankçılıqdan danışdı. Yəni bütün mətn ümumi banklar haqqındadır. Onların bizim həyatımızdakı rolu nə edir bu barədədir. Yəni konkret bir bankı nəzərdə tutmayıb, hamısını birlikdə nəzərdə tutub. O da uyğundur C variantından. The importance and functions of different types of banking. Yəni müxtəlif bank növlərinin importance, önəmliliyi və gördüyü funksiyalar barədədir. O biriləri niyə götürmür? Məsələn, history, tarixi barədə danışmayıb ki, nə vaxtdan yaranıbdır, nə vaxtdan əmələ gəlibdir. Sonra evolution, o da elə bir təkamül, yəni o da elə tarix deməkdir də. Yəni necə yaranıbdır, necə inkişaf edibdir və bu günə necə gəlib çatıbdır, o barədə də danışır. Çünki bizim mətnimiz başdan görürsüz indiki zamanı, yəni hal-hazırki baxışdan yazılıb bu mətn, keçmişə baxa-baxa yazılmayıbdır. Yəni sonra D variantı challenges, yəni çətinliklər, problemlər barədə, o barədə də yoxdur və texnologiya barədə mətnin lap axırındadır. Yəni mətn başdan ayağa o barədə deyil. Elektron barədə mətnin axırında, o üçüncü hissəsində danışdı. Yəni mətn ümumilikdə bank sektoru barədədir, o da C variantını əhatə eləyir. Sonra 39-da deyir ki,
Electronic banking, yəni elektron bankçılıq barədə nə deyir? B variantını deyir ki, it has made financial management more convenient. Yəni o bizim e, financial managementimizi, yəni maddi menecmenti, maddiyyatımızı idarəsini daha da rahat eləyibdir. Convenient, rahat deməkdir. Burada da bax bu cümlədir. Anywhere at any time. Yəni istənilən vaxt, istənilən yerdə, istənilən transaction eləməyə bizə kömək eləyibdir. Pul köçürməsi deməkdir. Yəni bax o cümləyə uyğundur ki, yəni müsbət barədə danışıbdır. Yəni burada mənfiliklər barədə danışmayıbdır. Ümumiyyətlə heç bir bank sahəsi haqqında mənfi bir şey danışmayıbdır. A variant deyir ki, less secure daha etibarsızdır. Less bilirik ki, qoşulu sifətin mənasını əks tərəfə çevirir. Yəni secure etibarlı, less secure etibarsız. Bax mətndə deməyib ki, daha etibarsızdır. Əksinə deyir ki, getdikcə daha da etibarlı olacaq. Görürsünüz, more efficient and secure, yəni and more secure, daha da etibarlı olacaq get-gedə. Yəni demir ki, indi etibarsızdır. Yaxşımı? Demədiyi bir şey biz özümüzdə yaza bilmərik. Yəni məsələn biz şəxsən tutaq ki, filan kəs etibar eləmirsə elektron bankingə, o demək deyir ki, məsələn A variantını götürməlidir. Yaxşımı? Yəni öz məntiqimizi yürütməməliyik variant seçəndə. Mətndə konkret nə verilibsə ancaq ona uyğun götürməliyik. C variantında deyir ki, business istifadə olunur. Yox. Burada their finances, yəni insanlar öz şəxsi hesablarını idarə etməkdən, yəni insan fərd kimi nəzərdə tutulub, biznes kimi nəzərdə tutulmayıbdır və D variantı deyir ki, decrease, azala gedir. Yox, əksinə hər şey onlaynlaşır, get-gedə elektronlaşır. Ona görə də azala bilməsi, əksinə arta bilər onun önəmliyi və istifadəsi. Və Y variantında in person isə şəxsən, yəni üzbəüz transaction köçürmə deməkdir. Bu da yanlışdır. Yəni kiməsə pul köçürərkən in person, yəni üzbəüz durmağa, dayanmaya ehtiyac yoxdur. Online edilir. Və sonuncu sualda deyir ki, future banking, yəni bank sisteminin gələcəyi barədə nə deyibdir? Gələcək barədə bax bu cümlədə deyir ki, hər şey daha da inkişaf eləyəcək, texnoloji advancementlər daha da yüksəldikcə bank sistemi, online bank sistemi də daha da güclənəcək. O da C variantı deyir ki, technological advancementlər improve eləyəcək bank servislərini, bank xidmətlərini daha da inkişaf etdirəcək. A variantı deyir ki, obsolete keçmişdə qalmış, yəni arxaikləşmə deməkdir. Yəni traditional banking, yəni ənənəvi gedib gəldiyimiz o bank binaları nəzərdə tutur ki, onlar yox olacaqlar. Bax mətndə belə bir şey yoxdur ki, yəni yox olacaqlar, arxaikləşəcəklər, artıq istifadə olunmayacaqlar. Belə bir şey yazılmayıbdır mətndə. B variantı deyir ki, indi central banklardan deyir ki, onlar da öz gücünü itirəcəklər. Belə bir şey də yoxdur mətndə. Sonra physical bank, bu traditional bank nəzərdə tutulur. Yəni fiziki, yəni gözlə görülən də bina mənasında deyir ki, onlar sayca artacaq. Bax, mətndə də elə bir şey yazılmayıbdır. Yaxşımı? Yoxdur orada. Öz məntiqimizi yürütməməliyik. Mətndə yoxdur. Y variantı deyir ki, unchanged, dəyişməz olaraq qalacaq. Bu da yanlışdır. Çünki dəyişib yaxşılaşacağını yazıbdır mətndə. Oldu mu? Burada da sınağımız bitdi. Daha doğrusu keçənki imtahan sualları müzakirəsi. Bir daha yadınıza salım ki, burada 1-dən 12-yə qədər 12 daxil olmaqla sadəcə özümdən əlavə elədiyim suallardır. Yəni ki, onlar imtahan sualları deyildi. 13-dən üzü aşağı imtahanda düşən və ya o düşənlərə oxşayanlardır. Və bir də onu deyim ki, ola bilsin ki, bu imtahan sizin üçün biraz çətin oldu. Əslində real imtahan keçən il bundan qat-qat asan idi. Mən burada məsələn sual-cavab şəklində idi də bu suallar. Sadəcə sual və cavabı da belə idi. Yəni belə qeyd eləmişdik. Başqa mənbələrdən də istifadə eləmişəm. Keçənki imtahan suallarını yığıb toplamaq üçün və variantları bərpa eləyəndə də özümdən variantlar yazında çalışmışam ki, biraz daha diqqət cəlb edən şeylər olsun, biraz diqqətdən kənarda qalan, nə bilim, ola bilsin istisna məqamlar da salmışam. Ona görə də bu imtahan sizin üçün daha çətin görünə bilər, nəinki keçənki imtahan. Keçənki imtahan bundan daha asan idi, yaxşı? Yəni, bunu unutmayın. Yəni, əgər burada nəticəniz zəifdirsə, düşünməyin ki, pis yazmısınız. Oldu mu? Uğurlar növbəti sınaqlarda, növbəti imtahanlarda görüşənədək.